təzə şeylər. Ha. Necəsən? Yaxşı olasın. Aynura xanıma baxanda o qədər xatın bir xanım görürəm ki, qardaşım da biraz böyük olmadı ki, evləndirəyim sizi. Bəxtimdən deyir, elə hamı deyir ki, ya oğlu balacadır, ya qardaşı balacadır, belə şey olar. İndi mən neyiniyim? Özdə demişəm ki, 26-da 100% getməliyim. O üzü büzü yoxdur. O qədər bəyənirəm ki, Aynurəni. O qədər nazdır, o qədər belə çox bəyənirəm. Əsas da bilsən də niyə? Təhiminə və Zardakı Təhiminə xanıma bənzədirəm. O aktrisaya, saçın çolkasıncadır. Mən də ilhamlandım, getdim çolku kəstirdim Aynurədə. Yaraşır. Yavaş-yavaş ləğv edirəm onu. Dəyişirəm də arada, yayınıya belə. Ay Aynura xanım, canlı ifalarla. Əsən istəyirlər, getdilər deyəsən, mık-mık eləyirlər nəsə.